Minhacü Sünnə Nəbəviyyə İbn Teymiyyə 8-ci cild, səhvə 291, təhqiq doktor Muhammed Rəşad Salim. İnnehu kəbəsəl beytə Əbu Bəkr Fatimi Zəhranın evinə hücum elədi. Nə üçün? İllət. Ləyənudurə həl fihi şeyun min malillah. Aya bu evdə Beytülmaldan bir mal, sərvət var idi ya yox? Əlləzi yuqassimuhu. Əgər Beytülmaldan, Allah malından bu evdə olsaydı, üçün evə hücum ediblər, eləsinlər, təftiş eləsinlər, mal axtarırdılar, sərvət axtarırdılar ki, aparsınlar, təqsim eləsinlər. Əni yuharraqa aleyhimil beyt. Əgər beyət eləməsələr, əmr edərəm, gəlib bu evi yandırarlar, onlar içində yanarlar. Və zəkərə fi zəlikə kəlamən kəthira. Subhanallah, Allah. Ağay Məsudi, Ağay Əbdülrəhman İbn Avf çox söz danışdı. Niyə mən bu miqdarını deyirsən, qalanını gətirmirsən ki, daha Əbu Bəkir neylədi bu evin əhli? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Muhterem Müslümanlar, videoda gördüğünüz kimi bu Əmmaməli Rafizi Şeyxülislam İbn Teymiyyə rahimehullahın kitabından bir şeyler okuyor, amma öz nəfsinə uyğun şəkildə tərcümə edir və tam şəkildə onu oxumur. Minhacü Sünnə Nəbəviyyə İbn Teymiyyə 8-ci cild, səhvə 291, təhqiq doktor Muhammed Rəşad Salim. İnnehu kəbəsəl beytə Əbu Bəkr Fatimi Zəhranın evinə hücum elədi. Nə üçün? İllət. Ləyənudurə həl fihi şeyun min malillah. Aya bu evdə Beytülmaldan bir mal, sərvət var idi ya yox? Əlləzi yuqassimuhu. Əgər Beytülmaldan, Allah malından bu evdə olsaydı, üçün evə hücum ediblər, eləsinlər, təftiş eləsinlər, mal axtarırdılar, sərvət axtarırdılar ki, aparsınlar, təqsim eləsinlər. Əni yuharraqa aleyhimil beyt. Əgər beyət eləməsələr, əmr edərəm, gəlib bu evi yandırarlar, onlar içində yanarlar. Baxın, diqqət edin, adam oxuyur o səhifəni Minhacü Sünnətin Nəbəviyyə Şeyxülislam İbn Teymiyyə rahimehullahın kitabından o səhifəni 8-ci cild 291-ci səhifə, amma axıra qədər oxumur. Çünki rafizlər belədir, hər zaman hiləgər, iftiraçı və yalancı. Bu görülübdür, məlum olan bir şeydir. Orada Şeyxülislam İbn Teymiyyə rahimehullah ümumən rafizlərin o məsələlərini müzakirə edir. Və axırda deyir ki, bu rəvayətlər, bu məsələdə gələn bütün rəvayətlər, hədislər munqati, yəni kəsik, qırıq, zəif, sənədi kəsik, buna munqati deyilir. Orasını niyə oxumursan? Ey rafizi, Əmmaməli Rafizi. Yəni hər gün bir nəfər çıxır da bunlardan. Keçən dəfə başqa bir adam idi, indi də bu adam çıxıb, bu da bu yoldan alındıra bilmirsiniz. Danışdıqca batırsınız, çünki yalan danışırsınız. Kəsik videolarla, kəsik cümlələrlə, tam oxumamaqla. Nə edəcəksiniz, nəyə nail olmaq istəyirsiniz, bəlli deyil. Daha doğrusu bəllidir. Bununla güya ki, bu saxta dəvətinizlə bizim alimlərimizi pis göstərməyə çalışırsınız. Özünüzü isə sağlam, salamat bir mənhəcə etiqadda olan biri kimi göstərmək istəyirsiniz. Amma alınmır, çünki kitabı tam oxumursunuz, hiləgərlik edirsiniz. Bununla heç bir şeyə nail ola bilməyəcəksiniz. Elhamdülillah. Sonra davamına diqqət edin. Əni yuharraqa aleyhimil beyt. Əgər beyət eləməsələr, əmr edərəm, gəlib bu evi yandırarlar, onlar içində yanarlar. Adam bir daha saxtakarlıq edir və deyir ki, filan kəs gəlib evi yandırır, Əbu Bəkir belə edir, Ömər belə edir. Yəni bu açıq aydın saxtakarlıqdır, yalandır, iftiradır. Şeyxülislam İbn Teymiyyə bunun da davamında bildirir ki, bu rəvayətlər hamısı zəifdir, uydurmadır, uydurulubdur. Yəni bu hədis elmində olan terminləri ya siz anlamırsınız, ya da oxumursunuz bilə-bilə. Qarşınızdakıları nə yerinə qoymusunuzsa bəlli deyil. Oxuyun, daxil qədər oxuyun, görün davamında İbn Teymiyyə rahimehullah hökmündə nə deyir o hədislərin. Sonra diqqət edin, indi əsas məsələyə gəlir, miras məsələsi və daha doğrusu qızıl gümüş məsələsinə. Aya bu evdə Beytülmaldan bir mal, sərvət var idi ya yox? Baxın, diqqət edin, burada adam Fatimə radiyallahu anhəni özü zəif bir durumda göstərir. Nəuzubillah. Allaha sığınırıq bunların etiqadından. Deyir ki, yəni Fatimə radiyallahu anhə qızıl gümüş məsələsində Əbu Bəkrdən radiyallahu anhədən küsü, incidi, dava etdi. Amma Allah nə deyir Qur'an-ı Kərimdə və Şeyxülislam İbn Teymiyyə bu ayəni gətirir davamında və deyir ki, biz bu ayəyə Fatiməni onların dediyi kimi deyib sala bilmərik, çünki Fatimə radiyallahu anhə belə birisi deyildi. Bunlar pis göstərir, bilərək və ya bilməyərək. Diqqət edin, Allah subhanahu və teala ayədə nə deyir? Tövbə surəsinin 58-ci ayəsidir.
58 və 59 deyir ki, Bismillahirrahmanirrahim. Və minhum mən yəlmizuqə fis-sadaqat fəin utu minhə radu və in ləm yu'təv minhə izəhum yəshatun. Diqqət edin nə deyir? Deyir, içlərində elələr də vardır ki, onlara pay verildiği zaman razı qalarlar, verilməyəndə narazı qalarlar. Həm Allaha, həm Rasuluna. Biz Fatiməni radiyallahu anhə bu ayənin içərisinə salmaq istəmirik. Amma sizin bilərək və ya bilməyərək onu pis göstərdiyinizi görürük və bunu özünüzün də görməyini istəyirik ki, görün nə gündəsiniz. Yəni o mirasa, pula, paraya, qızıla, gümüşə görə dava edərdimi? Yox. Və belə bir şey yoxdur. Peyğəmbərlər, Allahın onlara salamı olsun və bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başda olmaqla nə deyiblər? Özümüzdən sonra miras buraxmadıq. Subhanallah, Allah, Allah, Allah. Subhanallah, Subhanallah, biz deyirik Subhanallah, bilərək və bilməyərək Fatiməni hansı duruma salırsınız, əlincə təqdim edirsiniz və bilə-bilə Şeyxülislamın kitabından o yeri kəsib necə oxuyub insanlara necə sırıyırsınız. Allah sizləri hidayət etsin, Allah sizləri islah etsin, əgər layiqsinizsə. Nəstəğfirullah və nətubu ileyh. Elhamdülillahi Rabbil aləmin.